Məşədibat Hacı Zeynalabdin Tağıyevin parodiyasıdır. Gəlin izləyək. Mən nə qədər qoca olsam, 1000 buğ vurma cavana deyərəm. Sənin əziz canın üçün bəy, bilmirəm bu cəmaat mənim harama qoca deyir. Bu məsələ haqqında ən çox danışılan şayələrdən biridir. Çünki Üzeyir bəyin Tağıyevlə arası soyuq olub. Üstəlik tarixçilər bu şübhələri daha da təsdiqləyir. Belə ki, Hacı Zeynalabdin Tağıyev 1890-ların sonunda 58-59 yaşında Sona xanım Ərəblinskaya ilə evlənir. Həmin evliliyi ərəfəsində Sonanın 15 yaşı olur. 1910-cu ildə o olmasın bu olsunu yazarkən Hacıbəyovun bu hadisədən ilhamlandığını demək olar. Çünki Məşədinin 50, Gülnazın da 15 yaşı olur. Üstəlik Abidin sözü ilə İbad sözü ərəbcə eyni kökdən gəlir. Təsadüfi seçilən ad deyil. Ancaq şayələrə əsas ortaya çıxaran başqa bir hadisə olur. 1911-ci ildə Lütfəli Behbudov Tağıyev tərəfindən döyülür. Buna tarixdə Behbudov-Tağıyev məsələsi deyilir. Döyülməyinə səbəbi isə Behbudovun Sona xanımdan nalayiq rəftarı göstərilibmiş. Tağıyev bu hadisəyə görə 1912-ci ildə məhkəmədə uduzur. İnsanlar düşünür ki, Behbudov elə Sərvərin özüdür. Bəs siz bu barədə necə düşünürsünüz?